Görürsən, valideyn övladına bir çox şey yalan danışır. Söz verir, əməl eləmir. Hədisdə də vardır, övladınıza söz verdiniz, onlara əməl edin. Vədə verdiniz, əməl edin. Onlar sizin öz ruzi verəni bilirlər. O avtoritar ailələrdə olur. Qorxu ilə böyüdülən ailədir ki, mən burada yalan deməsəm məni incidədilər, məni vuracaqlar, döyəcəklər. Mən məcburəm yalan deyim ki, öz anamı qurtarım oradan. Bundan əlavə övlad yalanı harda öyrənir? Ailədə öyrənir. Görür, ata yalan danışır, ana yalan danışır, ya bir-birlərinə, ya övladlarına, uşaq oradan öyrənir, başlayır tətbiq eləməyə. Sonra valideyn deyir ki, mənim övladım yalan danışır. Amma yalanı biz ona öyrədirik. Ona görə valideynlər də bu məsələyə ciddi yanaşmalıdırlar, evdə doğrusuluğu tətbiq eləməlidirlər, uşaqlarına söz verdiysə əməl etməliyik, uşaqların yanında yalan danışmamalıyıq. Çünki uşaqlar üçün biz ülgüc nümunəyik. Uşaq bizə baxır, bizdən götürür.